Qısa ara məsafəsi saxlamaqla yüksək sürətlə hərəkət etmə. Göy rəngli avtomobilin sürücüsü irəlidə gedən avtomobil ilə az ara məsafəsi saxlamaqla yüksək sürətlə şəhərkənarı şosse ilə hərəkət edir. İrəlidə gedən avtomobil gözlənilmədən qarşıdan gələn nəqliyyatın yoluna çıxaraq yolun hərəkət hissəsində dayanmış avtomobilin yanından keçir. Göy rəngli avtomobilin sürücüsü üçün belə bir görünüş açılır. Onun hərəkət istiqamətində qırmızı rəngli nasaz avtomobil dayanır. Göy rəngli avtomobilin hərəkət sürəti yüksək olduğu üçün sürücü avtomobili saxlaya bilmir və belə bir kiçik məsafədə maneəni dəf etməyə imkan tapmır. Nəticədə dayanmış avtomobilə arxadan çırpılır. Yol hərəkəti haqqında qanunun tələbinə görə ara məsafəsini seçərkən hərəkət sürətini, hərəkət hissəsinin vəziyyətini, avtomobilin texniki vəziyyəti və yüklülüyünü, həmçinin hər bir konkret şəraitdə dayanma yoluna təsir göstərən digər amilləri nəzərə almaq lazımdır. Eləcə də nasaz avtomobilin sürücüsü yol hərəkəti qaydalarının tələbinə zidd olaraq avtomobili yolun hərəkətini saxlayaraq təhlükəli vəziyyət yaratmışdır. Bu halda avtomobili yolun çiyninə itələmək, daha yaxşısı onu yolun hüdudundan götürmək lazımdır. Əgər belə bir imkan yoxdursa, onda yol hərəkəti qaydalarına müvafiq nasaz avtomobili nişanlamaq lazımdır.